Valideynlə bağlı ayəyə bax. Və bil valideyni ihsanan. Valideynlərinizə yaxşılıq eləyin. Əlindən gələn hər yaxşılığı elə. Hər yaxşılığı. Nəyə gücün çatır? Ancaq yaxşılıq görsün valideyn səndən. Yaşa doldular. Fələ təqulləhuma uffin. Onlara uf da deməyin. Uf da deməyin. Desin, bunu elədinsə, sən bax bunu, bir dənə bunu. Bir dənə uf dedinsə, qiyamətin qorxulu olacaq. Mütləq qorxulu olacaq. Əgər tövbə eləyib qayıtmasın. Əgər istiğfar eləməsin. Çox çətin qiyamət gözləyəcək səni. Valideynlər dinsiz olsa necə, müşrik olsa necə, yenə də valideynin məhəbbəti vacibdir, ehtiramı vacibdir. Ata-analara da bu yandan deyir ki, göz yum uşaqlarınızın eybinə. Uşaqlarınızın eybinə göz yumun, uşaqlarınızın eybini açıb üzlərinə vurmayın. Allah deyir, lənət eləsin o valideynə ki, övladı ona qarşı gəlməyə özü vadar eləyir, ağ valideyn olmağa. Valideynə də bunu deyir. Ondan sonra buyurur ki, və qulləhuma qavlən kərima. Onlara kərim sözlər deyin. Yəni, bilirsiniz necə? Məsələn, ata-ana ilə danışanda deyilən, can, qurban olum, əllərindən öpürəm. Və bu sözdə, bu cür müraciət eləyin. Quran bu incəliyəcən deyir. Danışığınızda ən gözəl sözlər seçin deyin. Ehtiramla müraciət eləyin. Uca danışmayın. Yolda qabağa keçməyin onlardan. Ondan sonra deyir, təkcə bu ilə kifayətlənmə, həm də dua elə. Və qur Rabbirhamhuma kəmə Rabbəyani səğira. Dinən ki, ilahi onlara rəhm elə. Necə ki, məni kiçiliyimdə böyütdülər, tərbiyə elədilər. Necə ki, mənim əziyyətimi çəkdilər. Hətta deyir, ürəyində də onlara ölüm arzulama. Bəzən olur, övlad bezir, yataq xəstəsidir, illərlə ata-anası. Allah deyir, eləmə, ürəyində də övlad ata-anasına ölüm arzulamaz. Ömrünün uzunluğunu istəyər, ömrünün uzun olmasını istəyər.